Mən deyərdim ki, dünyada ən dəhşətli şey qara kartın rəqsidir. Çünki o hətta ən güclü insanları məhv eləməyə qadirdir. Nəhayət gəlib çıxdınız, cənab Bron. Yoxsa artıq səbrim tükənirdi. Gözləməyi bacaran adam həmişə qalib gəlir, David. Məndən Şamili tutmaq üçün tələ yemi kimi istifadə eləyirlər. Bilmirəm. Amma bu çox şübhəlidir, bacım. Texnologiyanı sən daha yaxşı bilirsən. Amma güllənin sürəti saniyədə 250 metrdir. İstənilən halda böyük qumar oyunlarına qayıtmamağa, keçmişdəki səhvlərimi bir də təkrarlamamağa and içmişəm. Əgər onu uğurlamaq yaxud öldürmək fikrinə düşsəz, siz yaşamayacaqsınız. Məni kim öldürəcək? Şamil? Əgər o öldürməsə, deməli bunu başqaları eləyəcək. Oyun serialı Space TV'de.